Herkese salam. Bugün size sual yox, hekayə danışacağım. Sakit bir gün idi. İngiltərənin yaşıl bağlarının birində gənc Isaac Newton bir alma ağacının altında oturmuşdu. Düşüncələrə dalmışdı. Sanki kainatın sirlərini axtarırdı. Birdən bir alma ağacdan qopub düz qarşısına düşdü. Newton yerə baxdı, sonra göyə və düşündü. Bu alma niyə düz aşağı düşdü? Niyə yana ya da yuxarı yox? Bu suallar normal insanda almanı yeyip geçme isteği doğurardı. Ama Newton yok, o düşündü, çok düşündü. O an, o sade düşme anı elə bir fikrə yol açdı ki, kainatın qanunları değişti. O düşündü ki, belki bu qüvvə təkcə almanı yerə çəkmir, ayı da yerə, ulduzları da bir-birinə bağlayan eyni görünməz qüvvədir. Və beləliklə cazibə qanunu yarandı. Belki de alma onun başına düşmedi, amma şübhəsiz ki bir ideya onun beyninə düşmüşdü. Bəzən dünya səssiz danışır və onu yalnız axtaranlar eşidir. Eyni Newton kimi.